Bir neçə gündür ardıcıl olaraq Ermənistan atəşkəsi pozur və silah səsləri eşidilir. Paşinyan isə həmişəki kimi sülh quşu kimi çıxış eləyir. Təbii ki, bütün dünyanı sülh istədiyinə inandırmaq istəyir. Amma bu atəşkəsin pozulması, silah səslərinin eşidilməsi görəsən nəyin göstəricisidir? Ermənistan müharibə istəyir. Fikrimi Fərid Yusifov davam etdirəcək. Ermənistan Silahlı Qüvvələri ötən gün Yorusundıq, Xəzinəvar və Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən, həmçinin bugün də Basarkeçə rayonunun Yuxarı Zağalı və Yorus rayonunun Dağ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu da onu deməyə əsas verir ki, dünyaya başqa mesaj verən Paşinyan administrasiyası əslində sülh yox, revanş haqqında düşünür. Son ateşkəsin pozulması da Paşinyan tərəfindən sülh müqaviləsinin müddəaların hamısının demək olar ki, razılaşdırılması fonunda bu sözlərdən sonra ateşkəsin pozulması dəfələrlə və vəziyyətin gərginləşməsinə aparan siyasəti həmişə olduğu kimi öz dəsti xəttindədir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması çox böyük bir hadisədir. Az müddət keçdikdən sonra Azərbaycana mövqelərinin atəşə tutulması onu deməyə əsas verir ki, bir tərəfdən Ermənistan qeyri-səmimidir, digər tərəfdən regionda maraqları olan dövlətlər sülhü, təhlükəsizliyi, sabitliyi istəmir. Təbii ki, İrəvanın bu kimi davranışları davam etdirməsi Azərbaycanın da cavab tədbirləri ilə nəticələnə bilər. İkinci Qarabağ müharibəsindən sonraki dönəmdə Ermənistanın silahlandırılması, sərhədlərə yaxın ərazilərə hərbi texnikaların cəlb edilməsi, Avropanın müşahidə missiyası adı altında binokl diplomatiyasının davam etdirilməsi sülhdən yox, müharibədən xəbər verir. Yarımçıq sülh və yaxud sülhə dair istənilən yarımçıq addımlar tamamilə yol verilməzdir və məhz atəşkəs rejiminin pozulması ilə bağlı hazırki vəziyyət də onu deməyə əsas verir ki, Ermənistanın sülhə dair aydın, açıq mövqeyi ifadə olunmalıdır. Danışıqlar zamanı, danışıqlardan sonra ya danışıqlar ərəfəsi ya da ki, indi bu saat sülh müqaviləsinin qol çəkilməsi ilə yaxın olduqlarını göstərən Ermənistan əlbəttə dildə sülh, əməldə isə hərb prinsipinə uyğun olaraq öz belə deyək vərdişlərinə dəyişmirlər. Görünən odur ki, haylar yaşadıkları acı məğlubiyyəti unudublar və ya unutmağa çalışırlar. Ordusu Azərbaycan ordusu tərəfindən məhv edilən bir ölkənin revanş haqqında düşünməsi də sadəcə gülməlidir. Çünki atdıqları addımlar ölkə kimi varlıqlarını sual altına qoyur. Fərid Yusifov, Günə Son üçün.